Bir dənə adam dünyadan köçüb, sən aparırsan çiynində, sən təsəvvür elə ki, bunu Allah mənim üçün dünyadan aparıb ki, mən bundan ibrət alım. Bu sənin üçün moizədir. Xəstəxanaya gedirsən xəstə yanına, elə belə getmədin, yazıq falan, yazıq. Dedim, Allah şəfa versin, amma özünlə ibrət almaq üçün göndərib Allah səni o ünvana. Şadlıq bir cür moizədir, qəm bir cür moizədir. Kəfə bil mavti vaizən, ölüm sənin üçün moizəyə kifayətdir, moizə eləməyə. Ölüm kifayətdir. Əli əleyhissalam özü şəhadət yatağındadır, dünyadan köçür. Yanındakilara deyir ki, mənim halıma baxın, mənim getməyim sizin üçün moizədir. Əllərimə baxın, əllərim tərpənmir. Gözümü taqətsizlikdən açıb bağlaya bilmirəm. Mənim halım moizədir. Mən həmin əliyəm ki, Xeybər qalasının qapısını əlimlə götürüb atmışdım. İndi əlimi qaldırmağa gücüm çatır. İndi mənim hakimiyyətim bu yataqdan ibarətdir. Görürsən, öz ölüm halı ilə də nəsihət edir, ayılın, mənə baxın, gözünüzün qabağındayım. Təkcə ağlamaqla yox, mənim halıma baxın.